Getdik qızlar. Duzlar. Duz nədir? Duzlar yadda saxlayın ki, turşulardan yaranır. Yəni turşuları bilsəz, duzlar dərsi sizin üçün, ümumiyyətlə oxusu əsas turşunu bilən uşaq üçün duzlar dərsi çox rahatdır. Duzlar nədən yarandı dedik? Turşudan. Turşudan. İndi deyəcəm necə yaranır. Turşudan duz yaranır. Yəni bütün turşuların tərkibində görmüsünüz ki, hidrogen atomları var. Məsələn, H xlor, H brom, məsələn, H2SO4, sulfat, xlorid, bromid. Görürsüz, hamısının tərkibində hidrogen var. Həmin bu hidrogen atomlarını silib yerinə metal və yaxud da ammonium daha doğrusu, ionu, ammonium əlavə eləsəz, onda buradan duz alınacaqdır. Qısacası desək, yəni duzun tərkibində mütləq nə var? Metal olmalıdır ya da ammonium ionu. Bu ikisindən biri olmalıdır. Çünki niyə? Bu da özünü bivalentli metal kimi aparır daxı. Özünü onun roluna girib də elə bil elə təqdim eləyir. Bu özünü bivalentli metala oxşadır. Onun kimi olur. Ona görə bir ammonium, bir də hidrogenin yerinə metallar. Nə metal olur olsun. Burada da metallar və qeyri-metallar dərsini yaxşı bilməliyik ki, metalları tanıyaq. Girirsə bu duz alınır. Yəni turşularda dəyişən bir şey yoxdur. Bax məsələn, H xlor. Bu nədir? Bu turşudur. Sən buradan hidrogeni silsən. Hidrogen yerinə bir dənə metal, məsələn natrium qoydun, yazdın natrium xlor. Bu ucu olur duz. Yəni hidrogeni silib yerinə metal girirsə, bu olur duz. Duz turşu qalığından və metaldan ibarət olur. Və yaxud da məsələn ammonium belə də yazıla bilər. Nədir? Baxırsan ki, bir valentli metal kimi aparır özünü, yəni metal kimidir, metal əvəzləyir. Bir də xlor. Nədir? Duzdur. Bu şəkildə olur, yəni duzlar. Turşulardan alınır. Turşuların sadəcə hidrogenin yerinə burada metal girir. Bax məsələn, H2SO4. Bizim niyə çıxdı? H2SO4. Bu nədir? Şəfaf. Duzlu yoxsa turşudur? Turşudur müəllimə. Aha, turşudur. Bu özünü bir valentli metal kimi aparır deyə, sən burada bir valentli metal kimi aparır. Bir dənə bax hidrogen iki dənədir. Bu hidrogenin yerinə sən natrium gətirib qoyursan. Və burada düşün ki, hidrogen, iki dənə hidrogen var. Bir dənə də SO4 var. Sən təbii ki, bunun yerinə natrium gətirəndə, natrium bir valent olur deyə bunun ikisini də əvəzləyənmir də. Natrium gəlir girir bunun yerinə. Olur nə? Natrium, sulfat. Bax bu şəkildə. Bir dəfə birinci hidrogen əvəzlənir və istəsən bunu da əvəzləyərsən. Artıq iki dənə natrium qoyarsan onun yerinə, olar bu şəkildə. Yəni iki cürə duz yaratmaq olar bundan. Bir dəfə birinci hidrogen əvəzləyərsən, sonra da ikisini də əvəzləyərsən. Görsən, bir dənə hidrogen əvəzlədim, bir hidrogen yerinə natrium girdi. Bir dənə hidrogen qaldı, SO4. Bir dəfə də iki dənə hidrogen əvəzlədim. Oldu belə. Gəlin indi H3PO4-ə baxaq. Ziynət, səs aç denən görək. Hərəniz birini. Hə. Bunun birinci necə duz yarada bilərsən bundan? Bundan məsələn Natriumdan yarat. natrium 2 HPO4 Olar. Sonra ikinci də məsələn natrium 3 PO4 düzdür. Sonra bir dənəsi də qaldı. e, Üç dənə hidrogen var axı üçündə də. natrium 2 PO4 ola bilər. Nə? Natrium. H2 PO4. Ay, sağ ol. Bəli, düzdür. Əla. Bu şəkildə. Şəfa başa düşdün? Hidrogen olsa da yenə də duz olur. Bəli, bəli, duzdur. Bunların duzların növüdür, fərqi yoxdur. Bilirsən nə deməkdir? Varsa turşu olmur. Nə? Hidrogen varsa deyirəm turşu olmur. Bax, burada metalda var axı. Hidrogen sən dediyindir. Bax, H xlor. Burada hidrogen və qeyri-metaldır. H2SO4. Hidrogen və budur. Amma sən burada görsən natrium gətirib qoyursan bura. Natrium HPO4. Natrium H2PO4. Başa düşdün? Yəni bu hidrogen birini də olsa əvəzləyirsə, o olur duz. Amma sənin bu birləşməndə H3PO4-ündə. Bir dənə diqqətlə bura bax. H3PO4-ündə H. Üç dənə elə bil hidrogen var. Üç dənə hidrogen var. Bir dənə də PO4 var.
Bax, birinci mən gətirdim, bunu əvəzlədim natriumla. Olur birləşmə natrium, 2 dənə hidrogen, PO4. Görsən, birini də olsa əvəzlədimsə olur duz. İkincini bunu əvəzləyirəm, ikisini də əvəzləyirəm. Olur natrium 2, H bir dənə qaldı, PO4. Üçüncüdə bu hidrogeni də əvəzləyirəm. Olur natrium 3 dənə, yəni natrium, natrium, natrium qoyuram yerlərinə, bir də PO4. Все. Bu da oldu belə. Demək bunu da başa düşdünüzsə, baxın. Gəlin H manqan O4 yazıram. Bu turşunu natriumdan əvəzləyək. Natriumdan əvəzləyəndə şəfə nə alınacaq? Natrium mangan O4. Ayson, natrium manqan O4. Natrium manqan O4. Bu olur turşu, bu olur duz. Yaxşı, bəs yaxşı. Mən desəm ki, natrium yox, kalsiumla əvəzlə. Kalsiumla əvəzləsək nə tür olar? Kalsiyum 2 mangan O4. Niyə 2 manqan O4? Burada 2 Kalsiyum dənə 2, hidrogen var ki, 2 valentli de. olsun da 2 valentini bura yaz, üstünə yaz. Nə vaxtdan bu valenti bunun ayağına düşübdür ki? Çarpaz düşür. Sən manqan O4-ün çarpaz gətirsən. Ha, manqan O4 də 1 valent olduğuna görə bunun ayağına 1 düşməlidir. Bu 2 gəlib manqan O4-ün çölünə düşəcək. Və belə. Belə olacaq. Bəs Bax, hidrogen hangi benim orada? hidrogeni əvəzlədin də, kalsiumla əvəzlədin hidrogeni. Duzda axı. Hidrogeni Evet. sildin, kalsiumu gətirdin. Duz yaradırsan. Sonra Ha, manqan onu O4-ü yazdın. Kalsium da 2 valent olduğuna görə üstünə yazdın. Manqan O4 də 1 valentdir. Desən mən nə bilim manqan O4 1 valentdir. Nə qədər hidrogeni varsa, o qədər valentliyi var. Həmin birləşmənin, həmin turşu qalığının. Bax, manqan O4 hidrogeni bir dənədirmi? Demək 1 valentdir. HGSO4. Buradan SO4-ün valentliyini soruşsa, 2 dənə hidrogen yoxdur, deyirsən 2 valentlidir. Nə qədər hidrogeni varsa, yəni neçə dənə hidrogeni varsa, o qədər əsaslığı nə qədərdirsə, o qədər də valentliyi olur. Başa düşdünüz? Yaxşı. Onda bir bu turşunu kalsium metalı ilə əvəzləyin. Bir də alüminiumla əvəzləyin. Ziniyyət, bax, sən çıxdın HNO3 var ya, nitratı. Burada kalsium və alüminiumla əvəzləyin deyin. Şəfə, sən kalsiumla əvəzlə denən mənə. Ziniyyət, sən də bu birini. Sən Ziniyyət ona görə fikirləş. Şəfə, başda görə kalsiumla denən görüm nə olacaq formul. kalsiyumdan olsa olacak. Kalsiyum NO3 2. Всё, düzdür. Yaxşı. Ziniyyət, sən denən alüminiumla. Alüminyum NO3'ten 3 tane. Ay, sağ ol, düzdür. Всё. Bu da oldu belə qızlar. Bax, duzlar budur. Mahiyyəti budur. İndi gəldik əsas bölməyə. Narahat olmayın. Əsas duzların növləri o qədər rahatdır ki, hamısının onu da ən əzbər bilirsiniz ki, kitabla işləmirəm də. Yollarını deyəcəm, onu görən kimi bilin ki, duzun hansı növüdür. Duzların növləri. Duzların növləri 4 cürədir. Yadda saxlayın. Daha doğrusu 5 cürədir. 4, 5 cürə. Birinci növü normal duz. Normal. İkinci növü turş duz. Turş duz. Üçüncü növü əsasi duz. Dördüncü növü iki qat duz. Beşinci növü qarışıq duz. Qarışıq. Düz 5 dənə növü var. Bəs yaxşı, normal duz, turş duz, əsasi qat, qarışıq. Bunların hamısının mahiyyətini kitabdan oxusaz, nə bilim, əsaslıq deyirlər, tam əvəz olunma deyirlər, qarışdırasınız. Nəyə görəndə nəyə götürəsiniz? Əgər bir duzun ki tərkibində hidrogen yoxdursa, yəni birləşmənin tərkibində hidrogen görmürsünüzsə, onda bu %100 normal duzdur. Təbii ki, istisnalar var, istisnalar çıxmaqla. Yəni bir sözlə, normal duzun mahiyyəti nədir? Burada əsaslıq nə qədərdirsə, əsaslığın hamısı metalla əvəz olunmalıdır. Hidrogen sayı qədər.
İstisnalar var təbii ki. İstisna ikicə dənədə onu da deyəcəm niyə. Məsələn, baxın, H2SO4. Bunun əsaslığı nə qədərdir qızlar? Zinət nə qədərdir bunun əsaslığı? 2. Sən bu 2-nin hamısını əvəz eləyirsənsə, bu olur normal doz. Yəni olur belə. Natrium 2 SO4. Bax bu olacaq normal doz. Mən də deyirəm ki, tərkibində hidrogen görmədinizsə, götürün normal doz. Həqiqətən görsən eyni şeyə gəlir çıxır. Məsələn, Şəfa sən mənə denə görüm indi. H3PO2. Bunun əsaslığı nə qədərdir ay Şəfa? H3PO2-nin. H3PO2 istisnalardan idi də. Bəli, nə qədər idi? H3PO2 deməli bir əsaslı. Bəli, bir əsaslı. Demək sən nə edəsən? Bunun birləşmələrini belə olacaq da, elə bil. Natriumla əvəz eləsən, natrium birini əvəz elədin, vsyo, normal duzdur. Yerdə nə qədər hidrogenin qalır? 2 dənə. Natrium H2PO4. Bax, bircə dənə yeganə tərkibində hidrogen olub, normal duz olanlar bu istisnalara aiddir. Çünki bunun da əsaslığı bir dənədir axı. Bir əvəz olunur, qalanında qalır olduğu kimi. Sənin də normal duzunun mahiyyəti odur ki, bir turşunun əsaslığı qədər tam metal əvəz olunursa, bu olur normal doz. Yəni bunun iki əsaslığı varsa, ikisi də əvəz olunursa olur normal doz. İndi bu bir əsaslıdır. Bunun birini əvəz eləyirsən deyə olur belə. Müəllimə, Başa hə. bir söz soruşa bilərəm. Burada bir əsaslıdsa, o bir əsaslı götürülür. Bütöv yoxsa elə o 3 dənə hidrogen də nəzərə alınır. Çünki birini əvəzləyəndə Yox, yox, bir əsaslı. Bir əsaslıdsa sən bir əsaslı götürürsən. Ona görə də sən burada bircə dənə natrium əvəzləyirsən, yerdə qalan hidrogen qalır. Amma bu yenə olur normal doz. Çünki bir əsaslı əvəz eləmisən axı. Bir əsaslı bir dənə də metalla əvəz eləmisən. Oldu normal doz. Ziynət başa düşdün? Bəli. Yaxşı Ziynət. Başa düşdünsə, gəl sənə belə bir sual verim. H3PO3. Bu normal dozu necə olar natriumla? Bu 2 əsaslıdsa Az sağ ol. İstisna idi. İki əsaslı idi. natrium 2. Dəqiqə. Burada normal olmağına görə hamısı şey olmalıdır, amma natrium 3 olmur deyə. Natrium 2 HPO3. Ay sağ ol, düzdür. Natrium 2 HPO3 düzdür, əla. Niyə? Çünki baxırıq ki, qızlar, bu iki əsaslıdır. Bax, istisnadır. H3PO2-ni, bir də H3PO3-ünü görən kimi ehtiyatlı olursunuz. İki əsaslıdır. Sən bunun 2 dənə hidrogenini əvəzləməlisən. Bunun 3 dənə hidrogeni var. Sən bunun ikisini götür natriumla əvəzlə. Yazdın natrium 2, bir dənə hidrogeni qaldı, bir də PO3. Qurtardı. Bu da oldu belə. Başa düşdük yəqin ki. İndi gəldik bunların adlandırılmalarına. Bax, normal dozun adlandırmaları çox rahatdır. Necə? Natrium 2, SO4 veriblər. Adlandıranda nətər eləyirsiniz? Baxırsınız ki, metalınız əgər sabit valentlidirsə, ki, mən də baxıram natrium sabit valentlidir. Birinci metalın adını deyirsiniz, daha sonra turşu qalığını deyirsiniz. Məsələn, baxın, sabit valentlidə natrium. Deyirsiniz natrium sulfat. Turşu qalığının adını. Natrium sulfat. Qurtardı. Sonra kalsium bu şəkildədir. Deyirsiniz nə? Kalsium sabit valentlidir. Kalsium sulfat. Və yaxud da məsələn alüminium 2 SO4-dən 3 dəfə belə veriblər. Necə deyəsiniz? Alüminium sulfat. Niyə? Alüminium sabit valentlidir. Yalnız 3 valentlidir. Amma yox, metalınız dəyişkən valentli olarsa. Məsələn, barium nitrat deyim. Nə edirsiniz? Metalın adı valentliyi, metalın daha sonra turşu qalığının adı. Burada metal neçə valentlidir? Görürsünüz ki, 2 valentlidir. Bu da 1 valentlidir heç. Deyirsiniz ki, dəmir, metalın valentliyi 2, daha sonra turşu qalığının adı nitrat. Eyni qızlar, turşularda, əsaslarda, o oksidlərdə adlandırdığımız kimi, yəni qeyri-adi bir şey yoxdur. Əvvəlki dərslərdəndir. Başa düşdünüz? Yaxşı. Bəs birdən sizə birləşmədə ammonium versə, bunu necə adlandırasınız? Ammonium dedim, axı, özünü bir valentli metal kimi göstərir. Yəni sabit valentli olur. Ona görə həmişə birinci bunun adını, daha sonra turşu qalığının adını deyirsiniz. Yəni ammonium sulfat. Məsələn, ammonium ortofosfat. Bu qaydada. Birinci bunun adını deyirsiniz, daha 1, 2 zad demirsiniz. Çünki ammonium həmişə bir göstərir. Sabit valentli kimi aparır özünü.
Bu da oldu belə. Gəldi indi qızlar, turş duza. Normal duzu bildiniz məncə, turş duz. Yəni, sabit valentlidə metalın adı sonra valentli deyildi, yoxsa necə Bəli, idi? yox, sabitdə metalın adı, sonra turşu qalığının adı. Amma dəyişkəndə metalın adı, daha sonra valentli, daha sonra turşu qalığının adı. Hə, Sabit sabit valentli belə Portuqalcası məntiqlə yadda saxlayın da Şəfa. Metalın adını dedin, bu onsuz da ki, həmişə ekvivalent göstərir. Bunu niyə təzədən deyirsən ki, 2-dir? Amma yox, dəyişkən 2 də göstərə bilər, 4 də göstərə bilər, 6 da göstərə bilər, yerinə görə dəyişir. Ona görə sən bunu tanıyasan deyə, məsələn, bax, bizə nə tər misal oxşuyur? Sinifdə düşün ki, 2 dənə Şəfa adlı qız var. Onun birdən görsən soyadını müəllimlər deyirlər də fərqləndirmək üçün ki, məsələn, Əliyeva Şəfa, Məmmədova Şəfa, məsəl üçün deyirəm. Belə deyirlər. İndi bu da onun kimi. Sən bu dəyişkən variantlidir deyə 2 də göstərir, 4 də göstərirsən, bunu mütləq deyirsən. Deyirsən məsələn dəmir 2. Çünki dəmir bilirsən ki 2 3 göstərir də. Deyirsən dəmir 2 sulfat, dəmir 2 ortofosfat. Bu qaydada. İndi gəldik turş duza. Turş duz nədir? Hidrogen atomları qismən əvəz olunmalıdır burada turş duzda. Yəni məsələn sən bax H2SO4-ündür. Yəni bir sözlə turş duzda hidrogen qalır. H2SO4-dür də. Bunu mən natriumla əvəzləyəndə bir dənə natrium əvəzlədimsə, natrium H2SO4 oldusa, deyirsiz turş duzlu. Bir birləşmənin tərkibində istisnalar istisna olmaqla hidrogen gördünsə, deyirsən turş duzlu. Məsələn, bax, karbonat. Sən bu karbonatın bircə dənə, bax bunun 2 dənə hidrogeni var da. Sən bu hidrogendən birini əvəzlədin. Götürdün bunun yerinə, tutalım ki, bir dənə kalium atdın bu hidrogeni. Qaldı burada bir dənə hidrogen, bir də karbonat. Sən artıq bunu deyəsən turş duzdur. Niyə? Çünki bircə dənə əvəz olunubdur. Yəni bir sözlə, əgər hidrogen duzun yoxsa bir hidrogen yox, bu 2 dənə hidrogen də qala bilər, əsaslığa görə dəyişir. Yəni qismən əvəz olunursa da, hidrogen gördünsə birləşmənin tərkibində, hidrogen qalıbdırsa, deyirsən %100 bu turş duzdur. İstisnalar olmaqla indi istisnalarda gələcəm. Baxın, bax, tutalım ki, ortofosfatlı H3PO4. Ortofosfat turşusu. Sən burada 3 dənə hidrogenin var da. Bu hidrogenlərdən birini əvəzlədin, oldu natrium H2PO4. Bu uje nə olur? Bu olur turş duz. Niyə? Çünki bircə dənəsi əvəz olunubdur. Yox, sən bura məsələn gətirib natrium 2 HPO4 yazsan, bəs desən bu nədir? Yenə bu turş duzdur. Niyə? Çünki görürsən qismən əvəz olunub. Biri qalıbdı hidrogenin. Bu da olur turş duz. Və bu ikisi olur turş duz. Yox, uje sən natrium 3PO4 yazdınsa, bu olacaq normaldır. Çünki üçü də əvəz olunubdur da. Normal duzda hidrogen qalmamalıdır. İstisnalar olmaqla. Amma turş duzda qismən əvəz olmalıdır. Yəni hidrogen qalmalıdır ortada. Başa düşdünüz? Yaxşı. Bəs yaxşı, sizə desək ki, ammonium necə turş duz əmələ gətirir? NH4. Bunun turş duzu necədir? Yadda saxlayın. Ammonium özünü bir valentli metal kimi aparır deyə, məsəl üçün H3PO4 yazıblar. Ortofosfat turşusu. Bu ortofosfat turşusunun qismən əvəz olunmuş forması neçə əsaslıdır? 3 əsaslıdır. Sən bu 3 əsaslının birini əvəz eləsən, yəni NH4-dən bir dənəsini əvəz elədin, qaldı 2 dənə hidrogenin. H2PO4. Bax, bu ucu olur nə? Bu olur normal duz. Turş duz. Çünki hidrogen qaldı axı. Bircə dənəsi də əvəz olundu. Qismən əvəz olundu. Məsələn, tutalım ki, NH4-dən 2 dənə, bax, bunun ikisini apardın NH4-dən əvəz elədin. Nə qədər qaldı? Biri. Gətir ki, yazsan NH4-dən 2 dənə HPO4. Nədir? Bu da turş duzdur. Niyə? Çünki 2 dənəsini əvəzlədim, biri qaldı. Bəs yaxşı, bunların turş duzlarının adlandırılması necədir? Turş duzun mahiyyətini məncə başa düşdünüz. Nəsə problem, sual qaldısa deyin. Yaxşı. Gəldik adlandırmaya. Adlandıranda nə edirik? Adlandıranda qızlar yenə əvvəlki qaydada metalın adını deyirsiniz, hidrogenin latınca adını deyirsiniz, hidro, dihidro, trihidro bunu deyəcəm nətər. Bir də turşu qalığın adını deyirsiniz. Baxın, hidro bir dənə hidrogen qalanda deyirsiniz. Di 2 deməkdir. 2 dənə hidrogen qalanda deyirsiniz dihidro. 3 dənə qalanda deyirsiniz trihidro. Tri də 3 deməkdir də. Bu da sadəcə hidro. Məsələn, baxın, natrium HSO4. Metalın adını deyirsiniz, natrium.
hidrosulfat. Və yaxud da məsələn, deyək ki, ammonium NH4 nədir? Ammonium hidrosulfat. Məsələn, natrium H2PO4 olsa, deyirsiniz natrium dihidroortofosfat. Yəni bu hamısında bu qaydada gedirsən, hamısında. Nə olur olsun. Sabitdir. Bəli, bəli. Metalın adını, hidrogenin sən, yəni burada mahiyyətin odur ki, əsas olan bax budur. Hidrogeni vurğulamaqdır. Natrium hidrosulfat, natrium dihidrosulfat, ammonium hidroortofosfat, ammonium dihidroortofosfat bu qaydada. Yəni sən hidrogenə görə adlandırırsan burada. Gəldi indi əsasi duza. Müəllimə, bəs dəyişkən valentlidə necə olur? Onda da perium hidroortofosfat, perium hidrosulfat, dəmir məsələn dihidroortofosfat bu qaydada. Dediyim kimi hidrogeni vurğulayırsan sən, hidrogeni. Əsas odur. Gəldi indi nəyə? Əsasi duzlara. Əsasi duzların tərkibində OH görsəz bir duzun. Bilin ki, əsasi duzdur. Bunun qaydası da odur ki, əsasi duzda əsas baxırsınız. Nə qədər əsaslıq varsa, o əsaslığın hamısı OH-la əvəz olunsa, yəni metalla əvəz olunsa, bunu adlandırırlar əsasi duz. Amma təbii ki, biz tərif əzbərləmirik, görməyimiz daha önəmlidir. Ona görə deyirsiniz ki, bir turşunun, daha doğrusu bir duzun tərkibində OH qrupu görünürsə, bu olur əsasi duz. Əsasların mahiyyəti nə idi? OH-ın olmağı idi. Əsaslar dərsindən bilirik. Əsasi duz da adından görünür. Yəni OH-ı olan duz deməkdir. Tərkibində bir dənə OH-ı olan duz varsa hidrokso. 2 dənə varsa dihidrokso adlanır. Yenə bax məsələn, kalsium qızda OH NO3 belə bir birləşmə veribdir. Bax baxıram, tərkibində OH var, nədir? Əsasi duzdur, %100. Tərkibində belə mötərizədə OH yazırsa, o dəqiqə əsasi duzdur. Deyirsiniz kalsium hidrokso nitrat. Və yaxud da ki, bax, dəyişkənlərdə də həmişəki, bax, bütün hamısında, nə duzu olur olsun. Dəyişkəndirsə, sən orada vurğulayırsan, hidroksodur, dihidroksodur və yaxud da ki, bayaqki turş duzlardakı kimi hidrodur, dihidrodur, trihidrodur, bunları vurğulayırsan, bir də %100 dəyişkəndirsə valentliyini qoyursan. Burada da elədir, bayaqki kimi dəyişmir. Bax, məsələn, helium, OH, brom, 2. Belə bir şey yazıbdır. Neynirsən? Bax, dəyişkənlərdə dəyişilməyən qayda. Sən vurğulamalısan bunun valentliyini, o heç öz qaydasında, amma yenə vurğulayacağın əsas məqam hidroksodur. Deyirsən ki, dəmir burada neçə valent göstəribdir? Dəmir, baxın, bunun valentliyini çıxartma qaydası. Bunun dəmirin valentliyini tapmaq qaydası belədir. Burada OH 1 valentdir, brom 2 valentdir də. Bir dənə 2-ni toplayırsan, deyirsən 3. Deyirsən dəmir 3, hidrokso, bromid. Yenə deyirəm. Dəyişkən valentliklərin burada valentliyini təyin etmək üçün, məsələn, baxın, kuprum, diqqətlə qulaq as. Kuprum OH xlor belə bir şey veribdir. Mən burada kuprumun valentliyini bilmirəm. Kuprumun valentliyini dəyişkəndir də. Mən nə bilim ki, burada 1-dir, 2-dir. Nə edirsiniz? Bax, kuprumdan bu yana, yəni metalın özündən başqa yerdə qalan nə varsa, onların valentliyinin cəmi bunu bildirir. Yəni OH 1 valentdir həmişə. Xlor da 1 valentdir. Birdən biri toplayanda nə eləyir? 2. Deyirsiniz ki, burada kuprum 2 valentdir. Adlandıranda da nə deyirsiniz? Deyirsiniz mis 2 misin valentliyi. Daha sonra OH bir dənədir hidrokso, xlorid. Всё. Başa düşdünüz? Bəli. Müəllimə, bəs sabit valentlidə necə olur? İndi gəldim. Sabitdə də məsələn alüminium OH2 NO3. Deyirsən alüminium dihidro 2 dənə OH var axı. Dihidro nitrat. Всё. Dihidrokso nitrat. Qurtardı. Məsələn, indi ziynətdə ilə görün bunun adını. Kalsium Kalsiyum, nitrat. kalsium hidrokso. Hidrokso nitrat.
Bəli. Yaxşı. Sən denən görüm şəfa bunu. Neçə dəqiqə? Ferium. Yox, bunu bayaq yazdım. Denən görüm bunu. Burada müəllimə OH2 iki əsaslı ekvivalentlidir. OH bir Hə, valentdir. Nədən deyirsən ekvivalentdir? çünki müəllimə mötərizədəki yazılı bax. Sən ona OH demişəm ki, həmişə bir valentdir. O 2-ni vurursan, 1-i vursan 2-yə deyirsən hə 2. Demək burada 2 dənə OH var deyə 2 rəqəmi burada sənin üçün qıraqdadır. Xlor neçə valentdir? Klor bir valentlidir. Onda ferium üç valentli olur. Düzdür. Nə olur onda adı? Dəmir 3 dihidroksoklorid. Bəli, düzdür. Məsələn, indi Ziynət sən denən bunu. Barium, OH, brom. Adlandır görüm bunu Ziynət. Hı. Burada baryum, hidrokso, brom. Düzdür. Bromid. Brom. Aha. Hə. Yaxşı, bəs belə versə Ziynət. Dəyişkən. Sənə dəyişkən vermədim. Burada OH 1 olur, brom da 1 olur. Onda xrom da 2 olur. Düzdür. Xrom 2, hidrokso, bromid. Düzdür. Əla. Başa düşdünüz, şəfa, başa düşdün. Müəllimə sabit valentlidə məsəl üçün onu tam bilmədim mən. Sabitdə adı hidroksil sözüdür. Məsələn, kalsium, OH, bir də nitrat. Denən görün bunu. Burada kalsiyum bir hidrokso, bir də ki Bir hidroksil nitrat. demirsən, ay şəfa. Kalsium biri nəyə vurğuluyursan? Bayaq dedim ki, sabitdir. Bu özü olduğu kimi qalmalıdır. Sən onu nəyə vurğuluyursan? O dəyişkəndədir. Dəyişkəndə vurğuluyursan ki, 2-dir, 3-dür, 5-dir. Dəyişkən də axı bu sabitdir. Kalsiyum hidrokso, nitrat. Vsyo, bəli. İndi məsələn, bunu denən görüm. Eee, Natrium hidrokso, nitrat. Vsyo, belə. Başa düşdünüz? Problem qalmadı yəqin. İndi gəldim qızlar 2 qat duza. 2 qat duzlar. 2 qat duzlarda nə olur? Bax, adından görünür 2 qat. Yəni, tərkibində 2 dənə metal görürsünüzsə, bu olur 2 qat duz. Məsələn, baxın, H2CO3, yəni ki, karbonat. Bu turşunun burada 2 dənə hidrogeni yoxdur. Bu 2 dənə hidrogenini 2 dənə metalla əvəzləyir. Bir dənə hidrogeni məsələn natriumla əvəzləyə bilər. Bu biri hidrogeni də kaliumla əvəzləyər. Natrium, kalium, karbonat. Nə olacaqdır? 2 qat duz. 2 dənə metal gördünüzsə, bir sözlə birləşmənin tərkibində. 2 dənə metal gördünüzsə, görən kimi götürürsünüz 2 qat duz. Məsələn, kalsium, kalium, PO4. Bir dənə metal, 2 dənə metal. 2 dənə metal gördünüz, deyirsiniz 2 qat duz. Məsələn, kalium, alüminium, SO4. Nədir? 2 dənə metal deyirsiniz 2 qat duz. Vsyo, bu qaydada. 2 qat duzun mahiyyəti budur. İndi gəldik bunların adlandırılmasına. Bəs adlandırılması necə olur? Əgər metal sabit valentlidirsə, metalın adı, daha doğrusu metalların adı yenə turşu qalığın adı. Məsələn, baxın, natrium, kalium, karbonat yazdım bayaq. Baxıram, metallarım nədir? Sabit valentlidir. Deyirəm natrium, kalium, karbonat. Sırayla adlarını deyirəm. Məsələn, kalium, alüminium, SO4-dən 2 dənə. Bunun adını deyirsən kalium, alüminium, sulfat. Vsyo. Gördünüz bu qaydada metalların adını deyirəm, sabitdir deyə. Bəs yaxşı, metalların dəyişkən valentli olarsa, tutalım ki, deyirəm maqnezium, kuprum, xlor, 4. Necə eləyirsiniz? Dəyişkən valentli olanda metalların adını deyirsən, daha sonra
valentliklərini deyirsən. Daha sonra bunlarda xlor deyirsən. Necə? Bax, maqnezium sabitdir də. Deyirsən maqnezium, dəyişkən olan adını deyirsən. Mis neçə göstəribdir? Mis 2 valentlidir. Sonra deyirsən bunun adını, florid, turşu qalığının adını. Məsələn, ferium NH4 belə bir şey verib. SO4-dən 2 dənə. Bax, belə bir şey veribdir, deyir bunun adını təyin elə. Baxırsan, dəmir neçə valentlidir burada? Kim deyər? 2-dir, 3-dür dəmir. 3. 3-dür, bəli. Niyə? Çünki H2SO4 bax qızlar 2-dir, 2 valentdə bu. Ammoniumda 1 valentli metal kimi aparır özünü. 2 ilə 1-in cəmini eləyir 3. Deyirsiniz dəmir 3. Daha sonra bunun adını ammonium sabit deyə heç nə demirsiniz. Bunun adı sulfat. Vardı. Bu da oldu sizin adlandırmanız. Qarışıq duza gəldim. Qarışıq duzların mahiyyəti nədir? Qarışıq duzlarda isə tərkibində, bax adına baxın, qarışıq. Tərkibində 2 dənə müxtəlif turşu qalığı olacaq. Turşu qalıqları bilirsiniz nədir? Yəni məsələn H xlorun, bir də sənin NO üçün, yəni nitratın. Xlorid və nitratın var. Əgər sən burada xlor turşu qalığını və nitrat turşu qalığını bir duzun tərkibində görərsənsə, olacaq qarışıq duz. Məsələn, baxın, kalsium, xlor, NO3. Bax, görsən ki, xlor, H xlorun turşu qalığıdır, nitrat da HNO3-ün turşu qalığıdır. 2 dənə turşu qalığı var. Olur qarışıq duz. Və yaxud 2 dənə metal olanda deyirdin 2 qat duz, amma burada qarışıq duzda 2 dənə turşu qalığı olur. Məsələn, alüminium, NO3, SO4. Görürsünüz, bir dənə HNO3-ün turşu qalığı var, bir dənə də sulfatın. Olur qarışıq duz. Bunlarda həmişə yadda saxlayın ki, turşu qalığının valentliklərinin cəmi metalın valentliklərinin cəminə bərabər olur. Yəni, məsələn, baxın, belə bir şey deyim. Alüminium, NO3, SO4. Bu qaydada. Sən baxırsan ki, burada, bax, yenə deyirəm, həmişə turşu qalıqlarının valentliklərinin cəmi metalın valentliklərinin cəminə bərabər olmalıdır. Bu NO3 1 valentlidir, HNO3-ün turşu qalığıdır. HNO3-də də bir dənə hidrogen olduğuna görə olur 1 valent. SO4 nədir? H2SO4-ündür də. Yəni 2 valentli də SO4-ün valentli idi. 1 ilə 2-nin cəminə verir, 3-ü verir. Görürsünüz, 3-ü verdi alüminium. Bu qaydada. Müəllimə, Yəni sabit valentində nə olurdu? Bir də deyə bilərsiniz. sabitdə də dəyişkəndə də hamısında bunların cəmi, turşu qalıqlarının valentliklərinin cəmi gəlir metalın valentliyini göstərir. Metalın valentliyinə bərabər olur. Məsələn, bax, kalsium, xlor, NO3. Sən tutalım ki, kalsiumu yadından çıxartdın neçə valentlidir. Amma bilirsən ki, bu H xlorun turşu qalığıdır, yəni 1 valentlidir. Bu da HNO3-ün, yəni bu da 1 valentlidir. 1 ilə 2-ni 1-ə toplayanda nə edir? 2. Demək, kalsium 2 valentlidir. Bu sabitdə də belədir, dəyişkəndə də belədir. Həmişə turşu qalıqlarının valentliklərinin cəmi burada dəyişkən də olsa, sabit də olsa metalın valentliyinin cəminə bərabər olur. Qurtardı. Başa düşdünüz? Müəllimə, başa düşdüm. Bir dənə normal duzu bir də başa sala bilərsiniz. Bir dənə Normal duzun nəyini? Normal duz adlandırılmasını mı, yoxsa hamısını mı? normal duzda müəllimə. Bilmədim mən necə tapıramsa onu. Normal duzun. Bax, Şəfa. Normal duzda, məsəl üçün deyirəm, sənə verir H2SO4. Bu H2SO4-də hidrogen qalmamalıdır da, hamısını əvəzləyirsən. Olur natrium 2, SO4. Qurtardı. Hidrogen zad olmur. 2 dənə hidrogen var, ikisini də əvəzləməlisən. Əsaslığı qədər əvəzlənirsə metal, olur normal duz. Məsələn, H-xlor. Neçə əsaslıdır bu H-xlor? Bir əsası deyil. Bunun hamısını, yəni birini də natriumla əvəzlədinsə, metalla əvəzlədinsə, olur nə? Normal duz. Başa düşdük? Məsələn, bax, istisna yazdırdım. H3PO2. Neçə əsaslı idi bu şəfa? Bu 2. Bu 2 Bir də dənədən bir ikisini də əvəzləyirsənsə, bu özü bir əsaslıdır bu. Bir əsaslıdır. Yəni birini də əvəzləyirəmsə metalla, məsələn, natrium. Bir dənəsi əvəzləndi. Yerdə qalan hidrogen 2 dənədir yazsan olduğu kimi. Bu olur nə? Normal duz. Başa düşdün?
Metalla əvəzləməli idi mənim onda. Bəli, bəli. Əsaslığı qədər metalla əvəzləyirsən. Əsaslığı qədər. Əsaslıq necədirsə. Всё. İndi qızlar, Zoom-un 4 dəqiqəsi qalıbdı. Mən sizə təzədən link atacağam. Ora qoşulun. Bunun davamını da izah eləyəcəm. Duzların, qoy görüm nələrini keçmədimsə, həll olunma qabiliyyətləridir, kimyəvi xassələri, fiziki xassələri. Bunların hamısını keçməliyəm. Gözləyin görüm bunu. Müəllim, Bəli. indi 11 tamama kimi keçəcəyik, yoxsa 11 12 tamama? 12. hə, 12